Sizə çox gözəl salat ideyası. Bayramlar, qonaqlıqlar, ad günü üçün çox gözəldir, idealdır. Mənim qonaqlarım da çox bəyəndilər hamısı. Hazırlanması isə çox sadədir. Sizə sadəcə milföy xəmiri lazımdır. Bir xüsusi qeyd edim ki, ola bilər bilmirsiniz, milföy xəmirini öncədən çox çıxardıb buzunu çox açmayın. Çünki mən elə etdim və istifadə edə bilmədim. Təkrar buzluğa qoydum. Milföy xəmirini belə üçbucaqlara bükürsünüz. Bunlardan hər yerdə satırlar. Alanda çox alın ki, yəni bir dəfəyə çox bişirə bilərsiniz. Məsələn, məndə 12 dənə idi, amma mən yenə alacağam ki, biriniz tam da olsun. Bu formada bişir, tez bişir, nəzarətlə bişirin. Çünki qat-qat xəmir tez bişir və rahatca da çıxır bu qablardan. Salat içliyi olaraq istənilən salat içliyi seçə bilərsiniz. Mən çoğundurlu içliyi seçdim. Bayaq göstərdiyim isə başqa bir salatın tərkibi idi. Burada var çuğundur, biraz kartof, yarım diş sarımsaq, qoz, Holland pendiri, biraz da göyərti. Yəni istəyə görə bu içlik dəyişə bilir. Hazır olan, deməli bu üç bucaqların içərisinə səliqəli formada salat içliyindən əlavə edirik. Xırda qaşıqla da tam dibinə qədər yeridirik ki, içi boş qalmasın. Və belə göyərtiyə, qoz ləpəsinə, Holland pendirinə, yəni üyüdülmüş Holland pendirlə nə istəsəz ən son üzərini belə bəzəyirsiniz. Bir şey də vurğulayım ki, mən bu salatı digər salatlardan fərqli etdim. Yəni içliyi biraz çox quru etməyin. Yəni sulu olsun ki, qat-qat xəmiri də biraz nəmləndirə bilsin. Mən mayonezli, qaymaqlı və smetanlı içlik hazırlamışdım. Sizlər də bu cür edə bilərsiniz ki, yaxşı alınsın. Görüntüsü budur, çox gözəldir. Həqiqətən də süfrəyə bir rəng qatır. Mütləq sizlər də hazırlayın və bu videonu yaxınlarınıza göndərin ki, hər kəs yararlansın. Öncədən təşəkkür edirəm. Rəy yazmağı da unutmayın. Hələlik Allah'a emanet olun hər biriniz.